hara baxırsan, İslam və müsəlman ölkələri zülm altındadır. Ən azı duamızı heç olmasa onlardan əsirgəmirik. Öyle ölkəmizin özündə. İslam nə qədər tapdanır. Məscid açılır, gecə-gündüz məscidlərin, açılan məscidlərin sayını deyirlər. Əgər o məsciddə həqiqi Allah əmri deyən yoxdursa, o rəqəmi mən nə edirəm? Elə deyəm. O rəqəmi kimə lazım, nəyə lazım? Bu məscidlər elə muzeylər kimi fəaliyyət göstərəcəksə, cemaat girib baxacaq, gedəcəksə, turist kimi gəlib gedəcəksə, nəyə lazım? Qaldı fərdi namaza, fərdi namazda elə evində qılırdı. Məscid insanların düşüncəsinin islah olunma mərkəzidir. Amma biz görürük ki, həqiqi Allah əmri deyənlər içəridir. Gün və gündür zülmə məruz qalınır. Allah təhqir olunur, aclıq olunur, əhəmiyyət verilir. Başqa hansını sayırlar? İnsan bəzən mən müsəlman ölkəsində yaşayıram deməyə utanır. Qeyri-İslami ölkələrdə İslam bizim məmləkətdən və bəzi müsəlman məmləkətlərindən daha çox azadlıqdır. Odur ki, ən azı zalimin məhvi, məzlumunsa haqqına çatmasını hər zaman namazlarımızda istəyək Allahımızdan. Ən azı duamız. Yatmış zehinləri oyatmağa qadir isə oyadıq. Dilimizlə əmr və məruf edək, nəhyə əzmunkar edək. Zalimi tanıtdırək, məzlumu tanıtdıraq. Düşmən əksinə təbliğ eləyir. Zalimi məzlum, məzlumu zalim kimi qələmə verir. Baxay dünya xəbər mərkəzlərinə 2 dənə İsrail vətəndaşı ölür, dünya yaxasını görür. Yüzlərlə, minlərlə Fələstinli müsəlman qanına bələnir, bir dənə nə müsəlman, nə də qeyri-müsəlman ölkəsinin xəbəri çıxmır, sesi çıxmır. Arada da əgər dünya ədalət axtarırsa, dünya əgər məzluma hamidirsə, hanı dünya?